Bismillahirrahmanirrahim. Biz insanların en çok işlətdiyimiz ve eşitdiyimiz sözlerden biri de səxavət sözüdür. Səxavət sözünün mənası nədir? Səxavətin mənası barəsində Əli əleyhissalam belə buyurmuşdur. Səxavət və layiq olan kimsəyə bir şey bağışlamaq, onu istənilmədən etməkdir. İstək ilə edilən şey isə xəcalətlilik və məzəmmətdən, yəni istəyən şəxsin və ya xalqın töhmətindən qurtulmaqdır. Allah hər birimizi səxavətli olanlardan qərar versin. İnşallah.